çərşənbələr barədir. Ümumiyyətlə, İslamda var belə bir fikir, etiqad, adət və ya ümumiyyətlə İslamla düz gəlir, yoxsa İslama zidd. Təbii ki, bunlar hamısı İslamla heç bir əlaqəsi yoxdur. Ola bilər, bu İslamdan qabaq da olan müəyyən etiqadlar, müəyyən dinlər var idi insanlarda. Onlardan gələn bir adətlərdir. Təbii ki, o adətlərdə də nəinki İslama müvafiq və ya İslama zidd deyil. Yox, əksinə İslama ziddir. Əksinə İslama ziddir. Məsələn, elə çərşənbə var ki, insanların etiqadında gedib başlayırlar qulaq asmağı qapılarda, pəncərədən, evdə nə söhbət, nə söz eşitdi, deməli, o il onun üçün həll olacaq, nəsə. Cürbəcə etiqadlar. Yəni, bilirsiniz, insanlarda cürbəcə etiqadlar var. Məsələn, qorxurlar, quş uçdu bunun evində qondu, deməli, öləcək və ya qaşıq düşdü və ya qara pişik və ya cürbəcə. Bunlar hamısı boş şeylərdir. Sən Allaha iman gətir, Peyğəmbərin iman gətir, təsdiqlə, şəriət nə deyib, onu elə, ondan artıq işlənəmə. Xurafat, bidət, saat, bir gecənin nağılları və s. Onlar şey inanma, hələ şeylər inanma. Əlhamdülillah, bilgirən ki, qəza, qədər Allahdandır, hər şey Allahdandır, hər şey o əlindədir. Rahat ol. Bu etiqadda olanda insan azad olur, daxilən. Azad olur, rahat olur. Amma o cür etiqadlar insanı azad eləmir. Daxilən azad olmursan sən. Və ona görə belə, təbii ki, bunlar hamısı ziddi İslama, belə adətlər yoxdur İslamda və çox lazımdır bunlara fikir vermək məsələ. Bu qədər.